olub. 136 saylı məktəbin 8-ci sinif şagirdi 14 yaşlı İlkin Nurulu sinif yoldaşı ilə dərsə girməzdən əvvəl məktəbin həyətində mübahisə edib. Mübahisə zamanı İlkin Nurulunu sinif yoldaşı bıçaqlayıb. Ağır yaralı uşağı görən şagirdlər dərhal məktəb rəhbərliyinə məlumat veriblər. Məktəbin müəllim kollektivi və hadisəni törədən şagirdin valideyni İlkin Nurulunu 3 saylı şəhər kliniki xəstəxanasına aparıblar. Bakı şəhəri üzrə təhsil idarəsinin şöbə müdürü Arzuta Erquliyevanın sözlərinə görə məktəblilər sinif yoldaşı olublar. Onların əvvəllər aralarında hər hansı bir mübahisənin olub-olmaması idarə əməkdaşları tərəfindən araşdırılır. Xəzər rayon polis idarəsinin istintaq şöbəsinə verilən məlumata görə hadisəni törədən şagirdi atası polisə gətirərək təslim edib. İlkin ifadəsində məktəbli sinif yoldaşını atasını söydüyünə görə bıçaqladığını deyib. Fakta görə cinayət işi başlanıb, araşdırmalar davam edir. 08-20 radələrində xəstəxanamıza ağır vəziyyətdə daxil olmuşdur. Daxil olarkən diaqnozu qarın ön divarının kəsilmiş, deşilmiş yarası. Sonra xəstə təcili əməliyyata götürülmüş, bütün lazımi tədbirlər görülmüşdür və burada qaraciyərin yaralanması aydın olub ki, var. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağır stabildir, hal-hazırda reanimasiya şöbəsindədir.